Hörmətli oxucular, indi sizə Ağbaş kəndini və Siyəzən rayonunu öz sənəti ilə, sənətkarlığı ilə həm ölkə daxilində, həm ölkədən kənarda tanınan qarmon ustası Fərid Əzizov haqqında danışmaq istəyirəm. Avqust günəşinin şəfəqləri ətrafa nur siləyirdi. Təbiət qızılı donuna bürünmüşdü. Bağçalar, bağlar bu sehirli alemin içərisində sanki təbiətin ən gözəl gülşəsini xatırladırdı. Dadından doymadığımız meyvələri günəşin istisi biraz da şirinləşdirir, ağız dadımızı biraz da artırırdı. Çəməndə bülbüllər cəhcəh vurur, sevdiyi gülə eşq oxuyurdu. Belə bir vaxtda dünyaya bir körpə göz açdı. Bu körpənin səsi sorağı hələ sonra üzə çıxacaqdı. İndi isə uşağın şirinliyi, gözəlliyi hər kəs valih edirdi. Sanki nur çeşməsindən doğulmuşdu. Bibisi ona Fərid adını qoydu. Fərid yəni ayrıca bir fərd. Yəni heç kimə bənzəməyən əlamətləri ilə fərqlənən körpə, o sanki Allah vergisi idi. Qəribə bir uşaq idi. Çöhrəsində olan nur günəşin şəfəqləri kimi par-par yanırdı. Gülən gözləri hər kəsi özünə cəlb edirdi. Hələ kiçik yaşlarından onda musiqiyə həvəs, rəqsə maraq yaranırdı. Bu körpə sanki musiqi üçün doğulmuşdu. El-ova toylarında rəqs edib meydangerlik edirdi. Əyninə giydiyi paltar da günəşin rəngi kimi qızılı sarı rəngdə olardı. Bu paltar ona çox yaraşırdı. Toylarda geyinib rəqs edirdi. Hamı onun rəqsinə valih edirdi. Valih olurdu. Beləcə illər keçdikcə musiqiyə həvəsi artırdı. Onun bu istəyi el sənətkarı Aşıq Zavallanın qızı Şölə, Fəridin nənəsi xanımın da ürəyindən xəbər verirdi. Onun məsləhəti ilə Fəridi musiqi məktəbinə göndərdilər. Bundan sonraki uğurları getdikcə aşıb daşır, Fərid tez bir zamanda musiqinin sehrinə bürünürdü. Onu da qeyd edim ki, Fəridin atası Şikar Əzizov da musiqiçi idi. Nağara alətində gözəl ifa edirdi. Fəridin musiqiçi kimi yetişməsində onun dəstəyi çox böyük idi. Bu ailə musiqiçi ailəsi kimi tanınırdı. Çoxlu el aşıqları, müğənniləri bu evdə tez-tez qonaq olurdu. Bu da Fəridin musiqiçi kimi yetişməsinə yaxından təsir edirdi. Onu da qeyd etmək yerinə düşər ki, Fəridin anası da kitabxana işçisidir. İllərdir ki, bu sahədə çalışır, samballı tədbirlər keçirir, çoxlu oxucu kütləsi toplamağa nail olur. Bu da musiqi ilə bağlı olan bir işdir. Qardaşı Həsən Neftçi öz işinin ustasıdır. Arzu ustasıdır. Arzu edirəm ki, elində, obanda belə ailələr çox olsun. Fərid haqqında çox yazmaq olar. Onun nailiyyətləri, uğurları Azərbaycanın sərhədlərini aşıb keçib. Musiqi müəllimi kimi çoxlu tələbələr yetişdirib. İşində fərqləndiyinə görə tərifnamələr, mükafatlar alıb. İstər kollektivdə, istərsə də el şənliklərində özünü çoxlu dost, tanış tutub, hörmət qazanıb. Fəridin gözəl ailəsi var. Balası, Paşa adlı oğlu, solmaz, yəni solmayan bir çiçək adlı qızı var. Tanrı köməyin olsun Fərid müəllim. Səni Allah qorusun. Yaxınlarının və ailənin yanında həmişə başın uca olsun. Ucalardan uca olsun. Sən əsl sənətkarsan. Səni dinlədikcə ruhlar dilə gəlir deyir. Sən səmada işıq saçan bir ulduzsan. Gələcək yolun ulduzlar kimi daha parlaq olsun. İmza, bibisi Qızqayıt Həsənli.